Fermer yoldaşlar, hər birinizə salamlar. Mart ayında əkilmiş şaftalı bağımızda düyün də ağaçların dibinə əhəng sürtmüşəm. Gördüğünüz kimi. Hər bir ağacın öz gözəlliyi var. Bu qarşıda gördüğünüz də qarpız yemiş şitillərimizi yetişdirir o. Allah koysa may ayının ortalarında bu gördüğünüz karpuz yalaqlarına götürəcəm. Görsünüz nə qəşəng alınıbdır. Ağarlarına bağaqdır. Bağda əməlli başlı görmüşəm. Olmuşsa da ağaçdır. Bunlardan 1, 2, 3, 4 tane aldaldı. Bu aldalların da yerinə ləğv edib çıxardım Allah koysun. Yeni şaftal ağacı əksən. Söğüd əkmişəm 5 hektar qırağını. 5 hektarda da hələ yarımçıq işlərimiz var. Allah əziyyətimizi itirməsin. Çox böyük iş görmüşük. Həqiqətən. Gölümüzün üstü bağlıdır. Balıq gölümüzün. Allah zəhmətimizi itirməsin. Amin.